Allah Məhəmməd ya Əli, Allahın köməyi ilə bu mərhələdə olan elektrik işlərimizi tamamladıq. İnşallah işlər getdikcə korobkaların montajıdır, trek spot işləridir. Onlar da işlər getdikcə yoluna qoyarıq. Demək bu bizdə evin əsas elektrik işidir. Bu yanda dolab olacaq. Dolabın içində həm kamera şiti, həm də zəif axın şiti burada olacaq. Bizdə master külçə otelin yeridir girişdə. Kukna mebeli olan divardır. Hal-hazırda santexnik ustaları işləyir. Allahın köməyi ilə onlar da işin qutarandan sonra bütün evin divarında hərəkət edən xəttləri çəkib paylaşarıq ki, həmişə dediyim kimi o məqsədlə ki, bizdən sonraki ustalar görürsən soruşurlar. Bəs xəttlər hardan gedib? Çəkdiyimiz video lenti YouTube'a yerləşdirib onlara göstəririk. Belə Allah xeyirli eləsin inşallah.